çox adam deyər ki, mən çox oxumuram. Yəni yatmayım, oxuyum teması deyil. Uşaqların qəhrəmanlığıdır. Uşaqların yuxusuz gecələrinin bəhrəsidir. Uşağın bir istedadı var. Sadəcə onu valideynlər kəşf etməlidir. Azərbaycan təhsilində daha bir gənc istedad öz imzasını atdı. Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Texniki Təbiət Elmləri Liseyinin 11-ci sinif şagirdi Nihat Həsənov buraxılış imtahanlardan maksimum nəticə göstərərək 300 bal topladı. Bu uğur yalnız onun şəxsi zəmanətinin deyil, eyni zamanda məktəbin keyfiyyətli təhsil sisteminin və müəllimlərinin peşəkar yanaşmasının parlaq nəticəsidir. Sumqayıt Təhsil Sektorun müdiri İman Ağayev Nihatın timsalında uğur qazanan bütün şagirdləri ürəkdən təbrik edib. Məlumat verilib ki, Nihat Həsənov uzun illərdir dərslərdə göstərdiyi yüksək nəticələrlə seçilib. Nihat məktəbdə keçirilən fən olimpiyadalarında da fəal iştirak edib. Onun 300 bal toplaması təsadüfi deyil. Bu sistemli hazırlıq, məqsəd yönlü çalışma və dayanmadan öz üzərində işləməyin nəticəsidir. Hər şey bir növbədən başlayır. Təməllər sağlam atılandan sonra, məsələn, yəni binanın təməli olmayandan sonra istədiyiniz qat yüksəldin, əvvəl-axır o bina çökür. O təməllər möhkəm atılmalıdır. Kiçik yaşlarımdan, yəni anam, xalalarım, nənəm, dayım, yəni hər kəs yanımda oldular. Hər kəs müəllimdir bizim demələr. Yəni nəsildə və genetikdə burada bir təsir oynadı. Deməli, yəni kiçik yaşlarımdan anam həmişə yanımda oldu. 4 yaşımdan artıq ingilis dilində dil açmağa başladım. Gözüm təhsil açılıb, belə deyim də, yəni ağlım kəsib dərs. İbtidai sinifdən yolum TTL ilə kəsişdi. Burada çox gözəl anlarım oldu. İbtidai sinif müəllimim, Emrah müəllimə ilə. Sonra artıq böyüdük və əvvəl ibtidai sinifdən məntiq yarışlarına qalib bilsə, artıq böyüyəndə kimyadır, biologiyadır, təbiətdir da olimpiyadaların qalibi olmağa başladıq. Əvvəlcə bu motivasiyadır. Motivasiya və prinsipiallıq məncə yetərlidir və həm də təkrara çox önəm vermək lazımdır. Yəni mütəmadi təkrarlıq və sağlam təkrar lazımdır. Məsələn, mən çox adam deyər ki, mən çox oxumuram. Yəni yatmayım, oxuyum teması deyil. Sadəcə kiçik müddətdə yetəri qədər oxumaq mənə bəs elədi bu yolda. 2 saat oxuyum, 3 saat oxuyum, amma yetəri qədər məlumatı alım, imtahana 2 sual, 3 sual qabağa düşüm deyə və artıq o dövr ərzində yetişdi və imtahan çatdı və əziyyət çəkmişdim. Bəhəsini görməyə hazır idim, Allaha güvəndim və Allah istəsə bu əziyyəti bəhrələndirəcək, istəməsə mənə bir sınava keçəcəkdi. Mən əziyyəti bəhrələndirməsi üçün dua elədim və imtahana girdim. İmtahandan şükür alnımın ağı ilə vicdanım rahat çıxdım. Mən 701-ci sinifdən hədəfləyirəm, belə desə, yəni o yolda gedirik. İndiki, yəni qabaq danışma olmasın, Allah istəsə niyə olmasın 700. Müəllimlərin sözlərinə görə Nihat dərs prosesində hər zaman diqqətli suallara maraqla yanaşan və dərin düşüncə tərzinə malik bir şagird olub. O yalnız biliklərlə kifayətlənməyib, həm də fərqli mənbələrdən oxuyaraq öz dünya görüşünü genişləndirib. Onun analitik təfəkkürü, məsuliyyətli yanaşması və intizamı bu uğurun əsas açarlarıdır. 2024-25-ci tədris ilində liseyimizin 11-ci sinifini 40 nəfər şagird